Salam olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar, biz bilirik ki, Quranımızda, bizim həyat navigatorumuzda Allahımız cinlər barədə, mələklər barədə, Allahın peyğəmbərlərinə göndərdiyi vəhlərdən başqa adi adamlara da vəhləri göndərməsi, vəhlər etməsi, göndərməsi və ruh barədə, ruhlar barədə hər bir şey var. Yəni Allahımız bizə başa salır, dünyada yaşamaq üçün nə lazımdır hamısını başa salır, öz öğüt nəsihətləri, qissələrdən bildirmələri və buyurduqlarının hökmləri, əmrləri, bunlar vasitəsilə Allahımız hər bir şeyi başa salır və Allahımız bildirir ki, qeybin açarları yalnız Allahın əlindədir. Bütünlüklə Allahın əlindədir. Ancaq Allahımız qeybdən istədiyi qədər bildirər. Allahımız peyğəmbərlərə də cinlərin vəsvəsələrini, cin və insan şeytanların vəsvəsələrini, təsirlərini 22-ci surənin 52-ci ayəsində bildirir. Bütün peyğəmbərlərə, hər bir kəsə gəlib vəsvəsələr. Cinlər, mələklər qeybdə, yəni bizim görmədiyimiz, ancaq duyduğumuz bir şeylər var ki, Allah başa salır bizə ki, cin şeytanlar var. İnan ki, cinlərin də, mömin cinlərin də təsiri var. Allahımız bildirir ki, Quranda cinlərlə dostluq etməyin, cinlərlə dostluq etmək olmaz. Və mənim Əhmədova Sevinç adlı, bunu indi TikTok'a da qoyacağım, YouTube'da da paylaşacağım və YouTube kanalımda 2 Əhmədova Sevinç adlı kanallarım var. Birini təzə açmışam. Digərində isə cinlərin mənə olan təsiri, o səhnələr var. Mələklərin təsiri olan səhnələr var. Yəni o momentlərdə çəkmişəm. Allahımız Quranda buyurur, bildirir ki, məsəl üçün, ona əsasən də mən həyatda gördüklərimlə təsdiq edirəm ki, cinlər və cin şeytan və mömin cinlər insanlara təsir edirlər. Onlar, məsəl üçün, biz danışanda çox vaxt pis söz dedikdə, pis deyəndə ki, bəzən bilərəkdən edirik, bəzən isə pis bir şeylər edirik ya. Biz fikirləşirik, sonra deyirik ki, danışanda digərinə də bildiririk ki, nətər oldu elədim, heç özüm də bilmədim nətər elədim, necə oldu elədim, başa düşmədim deyirik. Yaxud yaxşı hərəkətlər, yaxşı sözlər etdikdə, dedikdə mat qalırıq özümüz, digərlərinə də anladırıq ki, bunu necəsə, elə biz düzgün adamlar deyirlər ki, bunu mənə Allah qismət elədi. Onlar da mələklərdəndir, yaxşı şeylər. Allahın 2-ci surənin 259-cu ayəsində Allahımız və digər ayələr də var. Allahımız buyurur ki, bir misal çəkir 259-cu ayədə 2-ci surənin və bildirir ki, bu misal sizə çəkdim ki, siz anlayasınız. Yəni, anlamağımız üçün digər ayələrdə göndərib, o ayələri mən yığmışam bir neçəsini. İndi burada bundan sonra paylaşacağım, bundan sonra video şəklində paylaşacağım. Orada mələklərin təsiri barədə, ruh nədir, sonra cinlərin təsiri barədə,
olan ayələri insanlara, yəni də elə cincirmə yoxdur. Çox gözəl var. Yəni ki, cinlər hökm edir o mənada. Cin şeytanlar hökm edirlər. Allaha güvənməyənlərə, Allahı unudub, günahlar edib, yalanlar danışanlara, Allahın zikrindən boyun qaçıranlara Allahımız buyurur ki, Quranda da cinlər, şeytanlar uzaq olarlar. İnsan şeytanlar da cin şeytanlardır. Və mən onlara dedim, hə, yığacam, yığmışam, YouTube kanalımda da var, burada da paylaşacağım. Bundan sonraki video olacaq, orada ayələrin nömrələrini paylaşacağım, oradan hər kəs baxıb nəticə çıxartmasa əgər, nə özünü, nə də ki, ətrafı, hər bir kim olur olsun, nə özünü, nə də ətrafı düzgün anlaya bilməz. Orada mən Əhmədova sevincəm, Nəsirova da yazılıb, Əhmədova da ikinci açdığım kanalda, YouTube'da. Ancaq birinci Əhmədova Sevinç adlı YouTube kanalım var. Yəni ikincidə həm Nəsirova gedir, həm Əhmədova. Belə, yəni demək istəyirəm, orada faktiki insanlar var, görəcəyiniz. Hər kəs onsuz da bilir. Bizim bir qohum var, deyir ki, mən deyir, onunla söhbət edirik, çoxu ilə olub mənim söhbətim. O qohum da ki, inan ki, baş su idarəsində rəis, qızı deyirdi, rəis işləyir. Yəni, ağlı başında olan adamdır, yəni deməyin ki, mənim də ağlım başındadır. Mənim də ağlımca danışdılar ki, güya dəliyəm. Xeyr, o dəli sözünü onlara dedizdirən də cinlərdir. Onu deyirəm ki, o elə adamlar danışır, mən aydınlatdım onu, indi biraz yuxuluyam, yadımdan çıxdı, amma bəğən aydınlatdım ki, yəni insanlar bəzən pis hərəkət etdikdə cinlər onlara hökm edir, sonra mat qalırlar ki, bu mən niyə elədim, sonra yəni insan şeytanlar da, cin şeytanlar da insanların düşmənləridir və o həmin qohumla söhbət eləyəndə dedi ki, doğrudan da olur ürəyimizdə çox zaman, hər an, yəni hər zaman, yəni hər gün olur da bu. Ürəyimdə deyir, kimsə danışır elə bir. Yəni, deyir, biz buna iç səsi deyirik, iç səsim. İç səsi zat yoxdur, içimizdə bağırsaqdır, ürəkdir, qaraciyərdir, ağciyərdir. İçdə səs olmur ki, orada səs başqa şeydir. Mehmet Okuyan haqqında, Mehmet Okuyan yuxulayan fikrimi yaxşı toplaya bilmirəm. Mehmet Okuyan türk ilahiyyatçısı bu yaxınlarda bir söz dedi, eşitdim, o dedi ki, təzə tapıblar ki, insanın qəlbində, ürəyində bir beyincik var, kiçicik beyincik var, kiçik beyincik var. Ondan qabaq amma videolar çəkirdi türklər, yəni ki, vəsvəsə ürəkdə cin nöqtəsinə, cinlərin təsiri ilə insanın məruz qaldığıdır. Mələk nöqtəsi də var. Qəlbim, biz deyirik ki, qəlbimdə, bəzən deyirik ki, qəlbimdə, ürəyimdə düşünürəm ki, ürəyimdə düşünürəm. Əslində beyin düşünür, amma belə bir şeylər çox sirli bir mexanizmlə insan çox mükəmməl yaradılıb. İnsanın beynin bilirik ki, hələ də kəşf edə bilməyiblər çox yerin. Yəni, beyni tamamilə öyrənə bilməyiblər. Belə ki, ruh haqqında da orada o ayələrin içində var. Ruh Allahımızın bizi insan ana bətnində olarkən o yeni dünyaya gələcək uşağa, insana üfürdüyü öz ruhudur. Öz ruhundan Allahımız buyurur ki, öz ruhundan üfürdüm. Allahın ruhu öz ruhundan bizə üfürdüyüdür ki,
bizim ruhumuz var. Bu ruh heç vaxt xəstələnə bilməz. Bu ruha heç vaxt qida lazım deyil. Musiqi də ruhun qidası deyil. Musiqi, mən düşündüm, Mələk də təsdiqlədi. Mən mələklərlə danışıram. Mələk, Mələk mənim dostumdur. Mələk və mən o söhbət edib düşündüm və bildim ki, belə qərara gəldim ki, musiqi ruhun qidası deyil. Həmişə elə deyirlər, ruhumuza qida lazım deyil. Allahımızın ruhundan üfürdüyü, öz ruhundan üfürdüyü ruha qida lazım deyil. Ruh düşkünüyəm sözünü də demək, işlətmək düzgün deyil. Ruhumuz, musiqi təkan və tənəzzülün formatlanması dairəsində olan bir ritmdir. Yəni, təkan, bəzən bizə təkan lazım olur, musiqini dinləyərkən canlanırıq. Bəzən tənəzzül, yəni ki, sakitləşdirici olaraq, yaxud düşündürücü olaraq, belə, nizamlayır bizi musiqilər. Musiqi haram da deyil, heç kəs o sözə inanmasın. Belə gözəl dünyadır, ancaq hər şeyi bilməyəcəksə də, hər şeyi, ancaq çox şeyi bilməyə yollarımız açıqdır. Buyurun, bundan sonra da paylaşacağım. Videoya baxarsınız inşallah. Paralel dünya deyilən, yaxud da belə deyək ki, bizim indi burada gördüyümüzdən başqa da şeylər var. Bu otaqda cinlər də var, cin şeytanlar da, mömin cinlər də, mələklər də var, sizin də ətrafınızda elədir. Heç kəs, bir-iki Quranda da cin surəsi var, heç kəs psixiatrlara getməyə yollanmasın və bilsin ki, əvvəldən dediklərimdə aydınlıq bu cümləmə var. Nöqtəmi qoyuram və nidanı o cümlənin axırında qoyuram ki, buyurun. Məktəblərdə və institutlarda, tədrisdə, təhsildə daha doğrusu, Quran tədris olunmadıqca elmin heç bir elmdə gözəl nailiyyətlər əldə etmək mümkün olmayacaq. Budur, psixiatrlar basıb dünyanı, yerindən duran da psixiatra gedir, əlindən gizlin gedənlər, qohumlarından gizlin gedənlər, inanın ki, hamı gedir. Mən orada olmuşam, görmüşəm, növbə ilə gəlirlər, gedirlər, hər cür adamlar, böyük vəzifəlilər də çox olur, həkimlər, müəllimlər, hər sənətin sahibindən olan adamlar psixiatrlara üz tutur, ancaq psixiatrların köməyi olan dərmanların adını mən Mələklə bir yerdə, mən demişəm, Mələk də təsdiqləyib, narkotikin bacıları, narkotikin bacısıdır psixiatrik dərmanlar. Buyurun, indi mən paylaşacağım, baxarsınız, araşdırarsınız. Allahımız buyurur ki, araşdırın, düşünün, yoxsa düşünün, düşünməyən üzərinə pislik yağar. Sağ olun, Allah amandır, hələlik. İnşallah gələn görüşlərdə görüşənə qədər sağ olun.